Bismillahirrahmanirrahim. Salam, hər vaxtınız xeyirli olsun, əziz izləyicilərimiz. Hamınızı mübarək Ramazan ayın günlərində xoş gördük. Allah tutduğunuz orucları, qıldığınız namazları, etdiyiniz duaları öz dərgahında qəbul olunmuşlardan qərar versin. Bildiyiniz kimi, müqəddəs, mübarək Ramazan ayında tövsiyə olunması əməllər çoxdur. Bu əməllərdən biri də sədəqə verməklikdir. Sədəqə verməklikdə dünya və axirət faydası vardır. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Sədəqə verilərkən, sədəqə öz sahibinə 4 söz deyər. Mən fani idim, məni əbədi etdin. Mən kiçik idim, məni böyük etdin. Düşmənin idim, dostum qərar verdin. Məni hifz etdin, borcumdur ki, qiyamət gününə qədər səni qoruyum, müdafiə edeyim. Unutmayaq ki, istənilən bir əməl Allahın razılığını əldə etmək məqsədi ilə və Allaha yaxınlaşmaq məqsədi ilə olmalıdır. Allah bizləri Ramazan ayının xeyir-bərəkətindən binəsib etməsin inşallah. Əssalamu aleykum və rəhmətullah və bərəkətuh.